Əkizlər Astar TV-də. Əkiz qardaşlar bugün bizim kanalımızın qonaqlardılar və çəkiliş zamanı biz onları həm yaxından tanıyacağıq, həm də çəkdikləri pranklar haqqında danışacağıq, hansılar ki, insanlar tərəfindən böyük təəccüblə və maraqla qarşılanır. Salam, necəsiz? Salam, xoş gəldiniz. Mən səhv etmirəmsə, siz deməli Emin və siz Emil. Tamamilə doğru. Bəlkə də siz yeganə insanlardansınız ki, bunu tapdınız, düz tapdınız. Mən nə üçün bunu tapdım? İlk növbədə onu deyim. Çünki çəkilişdən öncə mən şəkillərinizə baxdım və çox maraqlı bir detala rast gəldim. Bu da saç düzümünüzdür. Tam sən bildim ki, saç düzümünüzə görə mən sizi ayıra bildim. Amma düşünürəm ki, növbətdə biz görürsə, bəlkə də səhv salaram. Biz insanları istirabdan qurtarmaq məqsədilə hərdən saçımızı fərqli edirik. Bu da bir hardasa strategiyadır. Bəli. İlk sualım nədən yaranacaq? Gəlin biz park boyu gəzəyin. İlk sualımı bundan ibarət olacaq ki, uşaq vaxtı sizi valideynlər səhv salırlar, yoxsa necə? Çünki adlarınız da oxşardı, özünüz də əkizsiz. Valla nə gizlədir, atam hələ də deyir ki, sizi səhv salıram. Hətta bəzən zəng edəndə deyir ki, sən lısan, nısan. Yəni son hərfi dilə gətirir. Olur əlbəttə ki, uşaqlıqda bizi səhv salıblar. Valideynlər, yaxın adamlar, hətta bacı qardaşlarımız. Biz 4 nəfərik. 4 nəfər sayıladı. 3 qardaş, bir bacıyıq. Onlar da bizə oxşuyur, əlbəttə ki, amma biz əkiz kimi yadda qalmışıq. Eyni gündə və eyni ayda doğulmuşuq. Amma Mayın 15-i. Amma fərqimiz var. Bu da 10 dəqiqə cəmi fərqimiz var. Emil məndən 10 dəqiqə böyükdür. Və hətta 10 dəqiqənin söhbətini eləyir həmişə mənimlə. Hansısa bir iş quranda və yaxud çəkiliş zamanı və yaxud kiməsə nəsə söz deməliyik falan. Emin deyir ki, yox, mən böyüyəm. Mən də deyirəm ki, nə böyüksən, 10 dəqiqə fərqimiz var. Deyirsən ki, mən səndən böyüyəm, sözü birinci mən deyəcəm. Deməli, sizin mübahisəniz ən çox bu 10 dəqiqə üzərində qurulub, yoxsa başqa bir mübahisə epizodlarınız da olur? Mübahisə... uşaqlıqda etiraf edək ki, bütün qardaşlar mübahisə edir. İstər kompüter oyunlarını oynayanda, istər hər hansı bir mövzuya dair fikir mübadiləsi aparanda. Aydın məsələdir ki, böyüdükcə bunlar hamısı qalır geridə. Buna rəğmən biz yaradıcı insan olduğumuz üçün hər birimizin bir baxış bucağı var, amma ümumi dalğada qala bilirik. Çalışırıq ki, dalğada qala. Mübahisə deməzdə müzakirələrimiz olur. Müzakirələriniz olur. Amma o söz dedin, sən verilişdən qabaq, onu düz demədin. Belə. Hansı söz? Belə mübahisələr. Yaxşı, belə bir sual da yaranıb ki, məndə əslən çox insanlar yəqin ki, bu sualı sizə veriblər. Adətən biz bilirik ki, əkiz insanlar məsəl üçün müxtəlif mövzularda eyni düşünür və yaxud biri kədərli olanda avtomatik digəri də kədərli olur, biri sevinəndə digəri də sevinir. Və sizdə belə hallar baş verir. Məsəl üçün siz kədərlisiniz, avtomatik o qardaşınız da kədərli olur, səbəbsiz. Kədər, sevgi və yaxud hansısa bir başqa bir hissləri deməzdim, amma belə bir hadisə bizim başımıza gəlib. Emilin yadına gələr. Emil əskərlikdə olarkən hardasa axşam saat 8 falan olardı. Mən sürüşmüşdüm. Mən onda bir yer var, orada işləyirdim. Yer sürüşkən olduğu üçün su süzülmüşdü yerə və ayağım sürüşüdü və başımın arxa hissəsindən divara dəydim və özümdən getdim. Hardasa yalan olmasın, bir 40 saniyə özümdə deyildim. Və ondan sonra da başım yaman ağrıyırdı arxa hissəsi təbii ki. Üstündən bir gün keçəndən sonra səhəri gün mən Emillə əlaqə saxladım. Həmən gün Emin məzuniyyətdə idi, səhv eləmirəmsə. Buraxılışda idi. Buraxılışda. Biz görüşmüşdük. Bəli. Sonradan görüşmüşdük. Emillə əlaqə saxladım. Nəsə söhbət edirdi, necəsən, nə var, nə yox, necə gedir əskərlik falan. Emin dedi, şükür hər şey yaxşıdır. Sadəcə dünən axşam yaman deyir, başımın arxa hissəsi ağlayır. Halbuki heç bir hadisə baş verməmişdi, şükür Allaha. Amma belə bir hadisə başımıza gəlmişdi. Bu məsələdir ki, biz eyni mühitdə böyümüşük və eyni maraqlarla böyümüşük. Bizə təsir edən ətrafda təsir etmə mexanizmləri eynidir, aydın məsələdir. Buna rəğmən fəaliyyətimiz fərqli olub deyə mən aparıcıyam, Emin isə DJ-dir. Onun əslində peşəsi memardır. Memarlıq universitetində, İnşaat universitetini bitirdiyi üçün. Amma bu peşə, DJ peşəsi ona daha yaxın olduğu üçün o bu sahədə təkmilləşir. Dolayısıyla bizim peşələrimiz eynidir. Biz bir
tədbirdə fəaliyyət göstərir, amma buna rəğmən onun həyatı daha rəngarəngdir, müdirindən daha dinamik olur. Məndə isə konkret bir vektor olub, konkret bir istiqamət olub, insan gərək iç saflığına riayət eləsin, AFP qaydaları və s. var. Səs tonları, oxşarlıq var səs tonlarında. Yəni təkcə bu üz quruluşundan deyil, amma səs tonlarınız da oxşardır və bizə maraqlı olar ki, ümumiyyətlə bir çox insanlar sizi səhv salırlar çox zaman və bu sizdə qıcıq yaradır, yoxsa artıq öyrəşmisiniz? Yox, heç bir qıcıq yaratmır. Sadəcə olaraq Emin mənim, mən isə onun çörəyinə bais ola bilərəm. Bu mənada ki, mən radio aparıcı kimi fəaliyyət göstərirəm, artıq 15 ilə yaxındır demək olar ki, və tez-tez bizə suallar verirlər, bir-birinizi əvəz edirsiniz. Deyirəm, çox istəyərdim, amma yandırmayın, rica edirəm və telefon nə vaxtsa olur. Yəqin ki, sizi belə bir şey, əslən əkizlər olmağınızın hansı üstün tərəfləri var? Birini mən deyəcəm, amma siz əvvəl özü deyin. Buyurun. Buyurun, üstün tərəfi nədir? Əkiz olduğum üçün. Əkiz olduğum üçün. Yox, mən istəyirəm birinci sən başlayasan. Mən tamamlayacağam. Yox, sən başlayırsan. Müzakirə edin. Əkiz olmağın üstün tərəfləri. Ən çətin suallardan sayılır bu bizim ünvanımıza ünvanlanan. Niyəsini izah edim. Çünki insan gərək kənardan müşahidə etsin ki, nəyin müsbət, nəyin mənfi olduğunu bilsin. Biz bu həyatı yaşayırıq deyə sadəcə həyatın fəlsəfəsinə mi deyim, istiqamətinə buraxmışıq bunları hamısı. Üstün tərəfi odur ki, biz əkiz olaraq iki qat effekt ilə hər hansı bir işi görürük. Bu bizim prankalımızda da görünür, tədbirlərimizdə də, bir başqa layihələrdə də. Digər tərəfdən dəstək var. O cümlədən müsbət tərəflərdən onu qeyd etmək olar ki, insan fərqlənir, seçilir. Bu da marketinq sayəsində müsbət qarşılanır. Bizdə yadıma düşdü, hərdən belə bir şey olur. İndi Emil deyər özü də. WhatsApp-da və yaxud hansısa başqa bir chatlarda səs yazmaları göndərəndə bir-birimizə mən hətta özüm çox həqiqətən də çaşıb qalıram ki, bu səs yazmanı o mənə göndərib və yaxud mən ona göndərmişəm. Belə bir çox maraqlı, bəli, çox maraqlı bir məsələdir. Amma həqiqətən də bizim olur da müzakirə Emin demişkən, yəni hansı bir tədbirlə bağlı danışırıq və bir saata yaxın orada səs yazmalar gedir filan. Çaşıb qalıram artıq. Emil, bunu sən göndərdin mənə bu məlumatı, yoxsa mən sənə dedim bu məlumatı? Yəni elə bir məsələlər də olur. Zəng eləyirlər. Emini nədənsə aparıcı kimi, nədənsə deyəndə hamı bilir nəyə görə də bayaq dedik. Aparıcı kimi səhv salırlar. Mənə zəng eləyib DJ-lik xidmətlərindən yararlanmaq istəyirlər, amma zəng edib aparıcı xidmətlərindən. Səs də eyni olduğu üçün elə bilirlər ki, biz onlarla zarafat edirik. Əkizlər Molda. Daş başının kinoteatrı yuxarıdadır. Daş başının kinoteatrı yuxarıdadır. TikTokda fenomensiz. Yəni mən özüm də, mənim kimi digər insanlar da baxıb sizin videolarınıza, pranklarınıza və çox böyük orada maraqla qarşılanan pranklarınız. Çünki təşəkkür. Biz sizə təşəkkür edirik ki, belə kontent yaratmısınız TikTokda və bir şey deyil, köhnə xasiyyətimiz. Sualım isə ona ibarətdir ki, siz bu prankları çəkən zaman hansı maraqlı situasiyalarla rastlaşmısınız? Məsəl üçün, insanlar qəribə yanaşırlar, pranklar, görmüşük bunu. Təbii ki, əyləncəli və gülməli pranklardır. Amma ola bilməz ki, hər hansı bir məqamlarla rastlaşmayasınız ki, o da sizdə bir təəccüb doğurub. İnsanların reaksiyasını istərdik bilək, onların düşüncələrini, fikirlərini. Bizim arzumuz var ki, biz əkizlərin özünü prank edək. Hələ ki, rastlaşmamışıq əkizlərlə. Daha doğrusu rastlaşmışıq, amma prank məqsədi ilə şəhərə çıxmadığımız zaman olub bu. O ki, qaldı siz dediyiniz detallara əlbəttə çox olur. Biz artıq tanıyanlar var və bu bizə bir qədər çətinlik yaradır. Biz çalışırıq, bəli, müəyyən detallardan, aksesuarlardan mı gələcəkdə istifadə edək, beyzbolkadan falandan ki, tanımasınlar. Anında insan bilmir nə baş verir və o tanıyan insanlardan təəssüf ki, prank alınmır. Digər tərəfdən də ki, gülsə də, nə bilim, sevinsə də, sonra deyir ki, xahiş edirəm, bəlkə verməyəsiniz, mən istəyirəm, belə bir vəziyyət. Amma nadir hallarda olur, çünki insanlar TikTokda və digər sosial şəbəkələrdə gəlin etiraf edək ki, sağlam yumor üçün darıxıblar. Bəli. Bugün yumor bilirsiniz, belə geniş məfhumda hərəsi bir cür anlayır, özü bilər, yəni necə istəyirsə elə də qəbul edir, istədiyi məzmuna baxır. Amma bizim təqdim etdiyimiz məzmun sağlam yumor olduğu üçün hətta bizə belə bir maraqlı arqument göndərmişdilər. Deyir, nəhayət ki, biz qohumlarınıza göndərə biləcəyimiz
yumor məzmunu olan videolar tapdıq. Bu bizə xoş oldu ki, insanlar rahatlıqla nəsə göndərə bilir. TikTok platformasında da özünüz bilirsiniz ki, yumor formatında olan videolar həddindən artıq çoxdur, amma hər videoda kiməsə göstərməli deyil də belə. Tam deyil. doğru, tam doğru. Salam aleyküm. Üzr istəyirəm. Bu Popcorn yuxarıda kinoteatrdadır. Tapdım qardaş. Çox sağ ol, sağ ol. Prankları çəkmək asan olur, yoxsa çətin olur? Bir məqam dediniz ki, bəzən olur ki, insanlar sizi tanıyırlar. Məlum məsələdir ki, çox çəkmişsiniz pranklar, amma digər tərəfdən də ki, başqa hansı məqamlar var çətinlik yaradır? Deyərəm, çox çətindir. Həqiqətən qıraqdan rahat görsənə bilər, amma siz bilin ki, biz bir dənə kadr götürmək üçün hardasa rahat bizim saat yarım 2 saat vaxtımız gedir ki, bir normal kadr alınsın. Bizim pranklarımız biz bütün bir gün ərzində çəkiliş aparırıq və ondan artıq bəli, o bir neçə kadrdan artıq 2-3 cəmi kadr götürüb qoyuruq platformalara. Hətta bizə deyirlər, çox çəkin, çox çəkin. Xahiş edirəm, valla deyirəm, biz onu başa düşürük. Biz istəyirik ki, sağlam yumoru daha çox bəxş edə insanlara. Amma çətin olduğu üçün və vaxt məhdudiyyəti olduğu üçün, çünki biz radio işlərimiz var, tədbirlərlə bağlı reklam işlərimiz var, başqa işlərimiz var deyə çətinlik. Və hətta belə bir çətinliklərlə də üzləşirik ki, bir də görürük ki, kadr çox super alınıb, çox gülməli, çox komedik, çox pozitiv, amma ki, digərginən ki, axırda həmən bir insan qayıdıb deyir ki, qardaş, hər şey superdir, çox xahiş edirəm bu video materialı hansısa bir platformaya yerləşdirməyin. Bu təbii ki, siz üzülürsünüz buna. Təbii ki, əlbəttə ki, o qədər əziyyət çəkirik, çox gülməli alınır, çox, yəni həmən insanın özü də pozitiv olur zaten həmən videoda, sadəcə özü istəmir ki. Nadir hallarda olur və getdikcə demək olar ki, həmin insanlar qarşılanmır, yəni əksinə. Yəni çəkilmək istəyənlər var, hətta özləri bilə-bilə. Bəli. Axır vaxtı biz onu çox görürük ki, cavan uşaqlardır və yaxud kimsə yaxınlaşır, deyir ki, yalandan nəsə soruşur bizdən ki, video kadra girsinlər. Uydurmalara gəldiyincə, mən bunu bir dəfə deyəcəm, insan inana da bilər, inanmaya da, onun şəxsi işidir. Bizdə bircə dəfə də olmayıb ki, biz aktyor istifadə edək, aktyor istifadə edək və uydurma nəsə. Spontan ol hər şey. Hamısı səmimidir, inanın. İstər bizim KVN tarixçəmiz var, Spornaya Baku KVN komandası heyətində. İştirak eləmişsiniz. Bəli. Kanalda vaxtında iştirak eləmişik, Yurmalaya getmişik, yarın final, Vışa Liqa olub və s. Qardaş salam aleyküm. Çox üzr. Bir dənə buraxırsan, şəklini çəkə bilərsən zəhmət. Sən belə elə də mənim qardaşımdır, sən necə çək? Deməli, bu prankları çəkmə ideyası necə yarandı? Əslində bu sualı qabaqcadan vermək istədim və ümumiyyətlə siz prankları nə zaman başladınız çəkməyə? Çünki əvvəl bildiyim qədərilə ideya birdən yarandı, siz çəkmirdiniz. Mən sizə deyim, Emin mənim qardaşım təşəbbüskardır. Mən isə nizamlı şəkildə fəaliyyətin davam etdirilməsi, məqsədin qoyulması, məzmunun yaradılması, rejissor tərəfindəyəm hər zaman. Biz bununla bağlı çoxdan nəsə etmək istəyirdik. Ümumiyyətlə, bu potensialımızdan istifadə etmək istəyirdik. Emin dedi ki, Emin, gəl, prank çəkək. Deməzdik, valla, buna vaxt da yoxdur, bir qədər həvəs də yoxdur. Çünki sən də işlə, mən də işlə, qayğılar və s. Deyib, gəl bir çəkək yoxluya. Okey, çəkdik, atdıq TikTok-a, Instagram-a. Səhər durmuşuq 2 milyon yarım baxmış. Yadımdadır. O Həmin ərəfədə TikTok diaqramasına baxdıq. Statistikaya baxanda biz birinci yerlərdə idik. Ən öndə idik, bəli. Özümüzə inanmadıq. Başa düşdük ki, insanlar sağlam yumor üçün darıxır və bu çox yaxşı bir... Həm də Eminin təşəbbüsü də yaxşı oldu. Çünki birincisi ona görə əkizlərsiniz, bu fərqli idi. İkinci tərəfdən istedad var, niyə də istifadə etməyəsiniz? Yəni, çox gözəl bir təşəbbüs idi. Və biz qayıtmaq istəyirik deməli uşaqlığınıza. Oldu bu məsələ üçün, uşaqda biz hamımız dəcəl olmuşuq, amma təbii ki, dəcəl olduğumuz üçün də bəzən elə bir iş törətmişik ki, valideynlər danlayıb. Oldu bu məsələ üçün Emin elə bir iş törədib ki, əvəzində Emil danlanır və yaxud əksinə. İndi də danlanır Emin. Vüqar çox olub əslində. Bu, inanın ki, tək əkizlərin həyatında baş verən hadisə deyil. İstənilən iki qardaş arasında mübahisə olanda fərq etməz səhv kimdədir. İkisindən biri
ya qınanılır ən azından, ya da onun üstünə qışqırırlar. Amma bir dəfə olub, yadıma düşür. Yadımda deyil nəyə görə, amma səhv eləmirəmsə, Emil nəsə eləmişdi evdə. Anam isə məni də anlamışdı Emilə görə. Və mən əsəbləşib Emili əlimlə atdım, dodağını partlatdım. Ondan sonra biz barışdıq. Emil dedi ki, hə, barışırıq, amma ki, gəl mən də sənin vırım, dodağı partladım ki, biz elə bir ki, şey qalaq da, əvəz qalaq. O da əli ilə atdı, dodağını partladım, biz olduq dost qardaş yenə. Başa düşdüyünüz kimi, mənim qardaşım Eminin yaxşı fantaziyaları var. Təxəyyülü geniş. Bəs bir dənə sualım olacaq, amma bilməm nə dərəcə səmimi cavab verəcəksiniz, amma bilirəm ki, səmimi insanlarsınız. Aranızda bir paxıllıq hissi olub mu? Məsələn, Belay zavist elə buna. Heç bir vaxt olmayıb. Nəinki mənim qardaşıma qarşı, paxıllıq mənə görə zəiflik əlamətidir. İnsan kompleks yaşayanda paxıllıq edir. Əgər insan bu kompleksdən qurtulmasa, ancaq və ancaq özünə zərər vermiş olacaq. Çünki əgər siz ağ paxıllıqdan danışırsınızsa, o aydın məsələdir, bu bizdə var, amma bir-birimizə qarşı deyil. Bizim kumir hesab etdiyimiz şəxslərə, bizim formatda olan, çalışan insanlara. O formatımızda olan deyil. Bu filosof da ola bilər, alim də ola bilər, yazıcı da ola bilər, peşəsindən asılı olmayaraq fərqli çoxlu insanlar ola bilər. Əgər bu insanın bugün mənim həyatımda tövhəsi varsa, mən onun ağ paxıllığım, mən də onun kimi olmaq istəyirəm. Misal, Cristiano Ronaldo, misal üçün. Nə qədər uşaq, nə qədər insan onun oyununa baxıb paxıllıq eləyib, ağ paxıllıq mənasındadır ki, mən də onun kimi olmaq istəyirəm. Kumirinizdir Ronaldo yoxsa? Cristiano Ronaldo mənim, deməyim ki, belə konkret kumirimdir, amma Cristiano Ronaldo mənim üçün həqiqətən də əzimkar insanlardan biridir. Mən o insana baxıb başa düşürəm ki, həyatda mübarizə aparmaq üçün birinci növbədə insan nizamı qoruyub saxlamalıdır. Nizam insanın həyatında yoxdursa, nizamsızlıq bu həyatın inşasında, ixtirasında, bu dünyanın, bəşərin ixtirasında yoxdur nizamsızlıq deyə. İnsan da təbiətin, bəşəriyyətin bir hissəsi olduğu üçün nizamsızlıq ancaq uçurma aparır. Sizdə, Ronaldo sizdə kumirdir? Mən onu deyərdim, motivasiya maşını. Həqiqətən də o insan çox bir insanlara motivasiya verib və indiyənə kimi də verir. Baxmayaraq ki, onun 40 yaşı var. Bəli. Ambisiyalı, prinsipial. Əlbəttə ki. Bu yaxınlarda da kuboku götürdü. İçərisində sanki bir həmən o cavan Ronaldo var idi. Necə ağlayırdı, necə sevinirdi. Adam ona baxıb inansız çox böyük bir həvəsə gəlir və çox bir motivasiya verici bir anlar idi onlar. Bir anlıq düşündüm ki, təsəvvür elə ki, sən Cristiano Ronaldo'nun komandasında qapıçısan, mən isə rəqib komandanın qapıçısıyam. Özü-özünə qol vurur. Okey. Bu da artıq simpatiya ilə gəlir. Cristiano Ronaldo və meneceri xahiş zənginimizdə ideyamız var, qəşəng fərqlər çıxır. Emil, sizin hansı xasiyyətiniz var ki, qardaşınızın xoşuna gəlmir və yaxud onun xasiyyəti sizi bezdirir? Hansı bir əməli və yaxud hansı bir xasiyyəti? Demək istəyirəm, bezdirir, amma bir qədər narahatlığıma səbəb olur. Məsələn, Emilin baxış bucağı həyata bir qədər sərbəstdir. Və sərbəst olduğu üçün mənim fikrimcə bəzi insanlar onun sərbəstliyindən istifadə edir və bu mənə xoş olmur, onun xeyrinədir. Emilin isə əksinə mənə bir başqa iradə var ki, sən hər şeyi çox dərinə gedib təhlil edirsən. Mən demirəm ki, mən konservativ insanam. Yox, mən konservativ deyiləm. Sadəcə olaraq mən çalışıram ki, həm xeyirli bir şey olsun, həm də ki, məntiqə, rasional düşüncəyə, deduktiv düşüncəyə səbəb olan şeylər olsun həyatımda, ətrafımda və s. Deyilmirsən? Elə Emil dediyi kimi, bizim bəzən müzakirə məsələlərdə belə deyək də, bax bu məsələdir ki, mən Emilə çox vaxt deyirəm, Emil bir balaca sərbəst ol, rahat ol, çox özünü yığma, sıxma və buna görə də Emil bir də görürsünüz ki, başlayır, fikir aparır onu, əsəbləşir. Düzdür, işini qaydasında həmişə görür. Emil, maşallah, mən Emilin işi yəni həqiqətən də o dərəcədə super görür ki, ona görə ki, yox, indi ona görə demirəm ki, o mənim qardaşımdır, amma həqiqətən də Emil bir dənə hansısa bir adi belə bir tədbirə bir gün öncədən hazırlaşır və hər bir şeyi, ruslar demiş ki, papoloçkın. Məsuliyyətdən irəli gəlir, bəli, hələ dəqiqliklə görür və onu istəyir, o burslarda da ətrafında olan adamlar da bunu bu dəqiqliklə görsünlər və mən Emilə izah edirəm ki, Emil, hər şey superdir, sadəcə bir balaca özünü rahat bıraq, hər şey yaxşı olacaq, hər şey super olacaq, özü də bilir ki, hər şey yaxşı olacaq, amma ki, ona baxmayaraq bir balaca bax buna görə bizim
hardasa problemlərimiz olur. Düşdüyünüz ən absurd vəziyyət, ayrı-ayrılıqda siz hansı absurd vəziyyət düşmüsünüz və siz, yəni əkiz olduğunuz üçün? Absurd vəziyyət olub, universitetdə oxuyan vaxtlar idi. Novxanada mənim bir dostumun bağları var idi və mən avtobusa minib ora gedirdim. O vaxt maşın falan yox idi, subay uşaqları. Avtobusa mindim və Novxanaya çata-çatda məndən arxa oturacaqda oturan bir oğlan var idi. Hiss edirəm ki, biraz o tərəfdən mənə negativ gəlir. Əlini atdı çiynimə, bəs ya qardaş, sən məni tanımadın, belə bir kobud səslə mənə qayıtdı, sən məni tanımadın falan. Mən dedim, yox qardaş, mən səni tanımadım, nə məsələdir, neçə problem var falan. Və bu söhbətimiz hardasa bir 10 dəqiqə gedirdi, bu mənə heç sürə inanmırdı, artıq gəldi yanımda oturdu. Danışırdı ki, hə, bax görürsən, tanımarsan da, neçə illər keçib üstünə, əlbəttə tanımarsan, heç adamın üzünə də baxmırsınız, salam vermirsiniz. Mən özümü həqiqətən də orada çox pis hiss elədim o qardaşın yanında. Çünki qardaş o dərəcədə mənə pislədi ki, mən yəni onu tanımadığım üçün. Axıra mən ona izah elədim ki, hə qardaş, bəs sən mənim əkiz qardaşımı, Emili tanıyırsan? Bəli, hələ də çıxdı. Emilin bilməm, əsgər yoldaşı idi, artıq yadımdadır. Ya da ki, hardasa bir yerdə işlər görüblər. Ondan sonra inandı, artıq şokda idi. Bir 5 dəqiqə mənim üzümə belə baxırdı. Sonradan inandı, üzr istədi bir neçə dəfə, dedi, bağışda ginən inşallah görüşərik. Yəni hələ bir moment olub. Fəaliyyətimlə, peşəkar fəaliyyətimlə bağlı bir absurd hadisə yadıma düşdü. Ümumiyyətlə, yaradıcı insanların həyatında o qədər hadisələr baş verir ki, hamısını da yada salmaq olur. Nə baş verir? Bir toya dəvət almışam aparıcı olaraq. Çox gözəl, estetik cəhətdən mükəmməl olan bir toydur. Yaxşı pul buraxmışdılar, necə deyərlər. Və olduqca keyfiyyətli auditoriya var idi. Deməli, toyu mənə sifariş edən, yəni xidmətlərindən yararlanmaq üçün mənə müraciət edən xanım məndən xahiş eləmişdi ki, toyun sonuna bir saat qalmış, xahiş edirəm, elan edərsiniz ki, mən öz atamla rəqs etmək istəyirəm. Bunun baş üstə problem yoxdur. Toy süpür getdi, şou proqram olduqca geniş idi. Və bu məqam yetişəndə mən axtaram bunun adasını. Axtaram, bitər, tapdım, o da qonaqlarla danışırdı, foyerdə falan, xahiş edirəm, falan gəzmərəm, gələm, əlbəttə Emin bəy, bu dəqiq gələm, xahişim, artıq vaxt yetişir falan, da o xanımı da dəvət elədim. Xanım elə bir təhər baxdı, başa düşmədim nədən narazıdır. Onlar rəqs edirlər, gözəl mahnı səslənir. Rəqs bitdi, hamı alqışladı, xanım mənə yaxınlaşdı, dedi ki, Emin bəy, çox gözəl idi, amma olar mən qaynatamla yox, atamla rəqs edirəm. Sən demə, mən qaynatasına müraciət etmişəm, səhv salmışım. O belə bir hadisə başlayır. Sonra ikinci dəfə yenidən atası oldu, məsələdə. Saat 5-6 yarısı oyanan insanım, illərdir ki, səhər verilişini aparan insanların belə bir dramı var da, yəni. Emildə əgər daha çox səhərlər, günortalar iş gücü varsa, məndə daha çox axşam və gecələrdir. DJ olmağınıza bağlı. Çünki tədbirlərin çoxu axşamda gecə saatlarında sizdə artıq bu işiniz. Əvəz elə də hərdən mənə. Nitqini itiləşdi, hərdən mənə əvəz. Belə təklif eləmiş bir-birinizə əvəzləmək baxımından. Yuxuya görə bir də çox istəyərdim. Çox istəyərdim, hərdən mənə əvəzləsin. İşlə bağlı yox, biz əvəz eləməmişik bir-birimizi. Çünki mən düşünürəm, təbii ki, Emin mənim işimin öhdəliyindən də gələ bilər. Mən də Eminin işinin öhdəliyindən gələ bilərəm, amma o dərəcədə professional yox. Ona görə də biz bu barədə heç düşünməmişik. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun ki, dəstək olursunuz və bizimlə eyni dalğadasınız. Bu çox önəmlidir ki, insanlar eyni dalğada olsun. Digər tərəfdən gözləsinlər, yeni pranklarımız gələcək. 100%. Təkmilləşək. Gözləyin. Tək pranklarla kifayətlənmirik. Bizim məqsədlərimiz var. Bayaq biz o TikTok məsələsini müzakirə edəndə mən dedim marketinq sahəsində mən məşğul oluram daha çox. Bizim bir müəyyən planımız var, biznes planımız, məqsədimiz var ki, yaradıcılıq sahəsində də nəsə cücərsin, inkişaf etsin. Hətta mən kitab da yazıram, bunu da bəlkə biz canlandırdıq. Və gözləsinlər, yeri televiziya kanallarının birində tezliklə çox gözəl bir layihə gələcək. Hər bir izləyicimizə böyük ürəklər. Çox sağ olun ki, siz varsınız, bizə baxırsınız, xoşlayırsınız, bəyənirsiniz. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun.